Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Macarların Gölün Gözləri adlı nağılını danışacağam. Transilvaniya dağlarında insanların gəlib getmədiyi bir vadi vardı. Bu vadidə daim quşların cəhcəhindən və bulaqların şırıltısından başqa səs eşidilə bilməzdi. Ayı izinə düşən ovçular, yüzillik ağacları kökündən çıxaran meşəbəylər də bura gələ bilməzdilər. Yaşlanıb qurumuş ağaclar asta-asta fidanlarla əvəz olunur, bu dəfə onlar gözlərini ulduzlara dikərək yüksəlməyə başlayırdılar. Bu vadinin yaxınlığındakı uca dağın təpəsində al-əlvan bitkilərlə dolu düzənlik vardı. Bu bitkilərin arasında mamırların çox olduğu yerdə bəzən ağappaq çiçəklər boylanardı. Bax, əgər çaşıb bu maraqlı çiçəklərdən qoparmaq fikrinə düşsəniz, ayağınızın altındakı torpağın çökməyə başladığını hiss edəcəksiniz. Çünki əslində ayağınızı basdığınız yer torpaq deyil, suyun səthini örtən olduqca sıx və qalın bitki örtüyüdü. Siz o an əslində gölün üstündə yeriyirsiniz. Əgər irəliləməyə davam etsəz, çox güman ki, bir neçə saniyə sonra qalın bitki örtüyü ağırlığınıza tab gətirə bilməyəcək və dərin gölə düşəcəksiniz. Əgər bu düzənliyə yuxarıdan baxsaz, qəhvəyi rəngli bitki örtüyünün arasında yüzlərlə kiçik gölməçənin olduğunu görə bilərsiniz. Sanki yüzlərlə kiçik mavi göz sizə baxır. Sizə bu kiçik mavi gözlərin əfsanəsini danışmaq istəyirəm. Həmin uca dağın arxasındakı sıra dağların kənarında daha kiçik bir göl vardı. Bu gölün adı Müqəddəs Anadır. Bir zamanlar bu iki göl su pərilərinin ölkəsi idi. Sehirli varlıqların azad gəzib dolaşdığı qədim dövrlərdə pərilər dəbdəbəli gəmilərlə sahilə yaxınlaşır, qızılı saçlı qızların gülüb əylənməyini məmnunluqla seyr edərdilər. Bir qarış boyu olan bu pərilər yarpaqların üstündə gəzir, budaqdan budağa hoppanır, qaçır, əylənir, quşlarla, heyvanlarla oynayırdılar. Pərilər gölün dumduru sularında yuyunar, lotos çiçəkləri ilə qurlanar, kəpənəklərdən tutub uçardılar. Mahnı oxumağa başlayanda onların qeyri-adi gözəl səsini dinləmək üçün quşlar belə susardılar. Ancaq bir gün bütün bu gözəl həyat bitdi. Çünki gölün kənarına insanlar gəldilər. Onların səs-küyü, ayaqlarının tıqqıltısı, işləyərkən çıxardıqları gürültü gölün sehirli sükutunu pozdu. İnsanlar gölün sahilində evlər və kilsə tikdilər. Onların hayküyü və kilsə zənginin səsi pərilər kralını və onun qızlarını çox narahat etdi. Artıq sahilə çıxa bilmirdilər. Buna görə də bütün pərilər Müqəddəs Ana gölündən dağın başındakı düzənlikdə yerləşən kiçik gölə köçmüşdülər. Amma kilsə zənginin səsi orada çatdığı üçün gölün üzərində bitkilərdən, otlardan və çiçəklərdən bir örtük çəkmişdilər. Bu örtük ildən ilə böyümüş, sıxlaşmışdı. Amma pərilər örtüyün bəzi yerlərini bağlamamışdılar. İstədikləri vaxt suyun üzərinə çıxıb ətrafa baxa bilmək üçün pəncərələr qoymuşdular. Bax, mamırlı gölün üzərindəki mavi gözlərin əfsanəsi budur. Bilmirəm, su pəriləri hələ də orada yaşayır ya yox. Amma həmin gölün üstündəki yaşıl bitki örtüyünü və pərilərin arada buraxdığı gözə bənzər boşluqları bu gün də görə bilərsiniz. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.